Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ile yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Ben de salamlayıram bütün qonaqları. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'a şükürler olsun ki Allah Teala belə xeyirli, gözəl, bərəkətli, özünün adı zikr olunan məclisləri nəsib eləyir. Mən elə hesab edirəm ki, burada əyləşən bütün qonaqlar belə məclislərdən razıdırlar. Niyə görə? Çünki hamısı müsəlmandırlar. Əlhəmdülillah, cəmaatımız müsəlmandır, ölkəmiz müsəlman ölkəsidir. Elə bilirəm ki, belə məclislərdən ləzzət alırlar. Niyə görə? Çünki onların Rəbbi zikr olur. Allah Teala hədisdə buyurur ki, qudsi hədisdə Ənə ində zanni abdi bi. Mən qulumun mənim barədə olan zənni yanındayam. Və ənə məəhu izə zəkərani. Qulum məni zikr etdiksə mən onunla bir yerdəyəm. Allah Teala buyurur ki, və in zəkərani fi nəfsihi zəkərtuhu fi nəfsi. Əgər bir qulum məni özündə xatırlasa, yad eləsə, mən də onu özümdə yad eləyərəm, xatırlayaram. Sonra Allah Teala buyurur ki, وَاِنْ ذَكَرَنِ فِي مَلَئٍ ذَكَرْتُهُ فِي مَلَئٍ خَيْرٍ مِنْهُمْ. Əgər qulum mənim bir toplumda, bir cəmaatda, bir qövmün içində yad eləsə, zikr eləsə, mən də o toplumdan daha xeyirli toplumun yanında onları yad eləyərəm. Və bunu deyirəm ona görə ki, dəyərli qonaqlar, biz burada Allahdan danışdıqda, Allah da səmada, səmaların üzərində mələklərin qarşısında bizimlə öyünür və bizi onların yanında xatırlayır. Və həm də olsun Allaha ki, Allah Teala bunu bizə nəsib eləyir. Biz xeyir məclisinə cəm olmuşuq, qardaşımızın, İlqarın, Talih balasının xeyir məclisində cəm olmuşuq. Biz də Yaşar müəllimin dualarına qoşuluruq. Allahdan istəyirik ki, Allah Teala bütün subaylara belə xeyirli, halal məclislər nəsib eləsin. Allah şükür olsun ki, hamımız, necə deyərlər, ağlımız üstümüzdədir. Allah Teala haram olanlarla ağlımızı örtməyib, halallarla Allah Teala ağlımızı açır. Əlhəmdülillah, halaldan yiyib Allah deyirik, haramdan içib Allah demirik. Bəzi insanlar, məsələn, görürsünüz, siz də şahidsiniz, haramı içə-içə Allah deyir. Məsələn, deyir ki, Allah sənin canını sağ eləsin, amma haram içir. Allah sənin köməyin olsun, amma haramla deyir. Yox, elə yox. Müsəlman halal içər, halal yiyər və Allaha həmd eləyər. Allah şükür eləyər ki, bunu mənə Allah nəsib eləyir. Müsəlman haram içib deməz ki, pis günümüz belə olsun. Müsəlman deyər ki, bizim hər günümüz əmin-amanlıqda olsun. Müsəlman deyər ki, Allaha şükür olsun, bizə halallar nəsib eləyir. Müsəlman bu cür Allaha şükür eləyər. Və o müsəlmandan Allah Teala Quran-ı Kərimdə danışanda deyir ki, Allah Teala buyurur ki, qullarıma xəbər ver. Xəbər ver. Nəyi xəbər ver? Əgər onlar şükür eləsələr, onlar üçün artıraram neymətlərimi. Yox, əgər nankörlük etsələr, onları cəzalandıraram. Allah şükürlər olsun ki, az da olsa, balaca bir miqdar da olsa Allah'a şükür eləməyə çalışırıq hamımız. Əyləşən, qonaqlar hər biri. Allah'a şükür olsun. Bu Allah'ın bizə olan böyük bir neymətidir ki, Allah da bizləri müsəlman edir. Allah Teala buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizdə olan hər bir nemət Allah'tandır. Dəyərli qonaqlarımız, yaşlılar və cavanlar, kişilər və qadınlar, sizdən və ya bizdən hansı birimiz müsəlman olduğumuza görə fəxr eləmirik. Mən elə bilirəm ki, bizim içimizdə elə adam yoxdur ki, o müsəlman olduğuna görə fəxr eləməsin. Çünki fəxr olması bir dindir. Çünki Allah qatında qəbul olunan bir dindir. Allah Teala buyurur ki ayədə, İnnə dinə indəllahil İslam.
Allah katında qəbul olunan din İslam dinidir. O deməkdir ki, İslamdan başqa heç bir din Allah katında qəbul olunmayacaq. Çünki Allah Teala başqa bir ayda yenə xəbər verir. وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim İslamdan başqa bir din araşdırsa, İslamdan başqa bir din qəbul eləsə, o din ondan heç vaxt qəbul olunmayacaq. Həmin insan özü qiyamət günü xüsrana uğrayacaq. Yəni Allahın qəzəbi ilə rastlaşacaq. Niyə görə? Çünki Allahın dinini deyil, Allahın sevib, seçdiyi, razı qaldığı dini deyil, Allahın razı qalmadığı dini qəbul edir. Dəyərli qonaqlarımız, hər birimiz eyni zamanda insandır. Allah Teala Quran-ı Kərimdə insanlara xitablar edir. O xitablarından xəbər vermək istəyirəm, həm özümə, həm də sizə. Bəlkə Allah Teala faydalandırar bizi. Allah Teala Bəqərə surəsi 21-22-ci ayələrdə görün bizə nələr deyir. Allah Teala buyurur ki, Ya eyyuhan nəsu, ey insanlar, u'budu rabbəkum, əlləzi xalaqakum vəllezine min qablikum leallekum tettaqun. Ey insanlar, baxın Allah bizə deyir, insanı qanmaz. Allah şükürlər olsun. Allah Teala bizi heyvanlardan fərqləndirib, ağıl verməklə, ağılla bizi neymətləndirməklə Allah Teala bizi başqa məxluqlardan fərqləndirib. Həmçinin üstün eləyib Allah Teala. Allah Teala başqa bir ayədə buyurur ki, وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ. Adəmin evladlarını hörmət qoymuşam. Onları hörmətdə eləmişəm. Dəyərli qonaqlar, Allah bizi hörmətdə eləyib insan yaratmaqla, Allah Teala bizi hörmətdə eləyib bizə ağıl verməklə, Allah Teala bizi hörmətdə eləyib bizi müsəlman eləməklə fərqləndirib Allah Teala. Ona görə Allah Teala bizə xitab edir ki, ey insanlar, sizi və sizdən əvvəlki insanları yaradan Rəbbimizə ibadət eləyin. Allah bizdən özünə ibadət eləməyimizi istəyir. Bəlkə deyir Allahdan qorxasınız, yəni bəlkə özünüzü düzəldəsiz, islah olasınız, Allaha dönəsiz. Bu ayələrdən sonraki ayələrə baxsaz, Allah Teala öz əməllərindən bizə danışır ki, baxın, mən buna görə ibadətə layiqəm. Allah Teala deyir ki, Əlləzi cəalə ləkumul arda firəşə vəs-səmāə binəə və ənzələ minəs-səmāi məə فأخرج به من الثمرات رزقا لكم فلا تجعلوا لله أندادا وأنتم تعلمون. Allah Teala buyurur ki, o Allah ki, hansı ki sizi yaradıb, səmanı tavan eləyib, yeri üstün döşüyüb, göydən o səmadan su nazil eləyir və o suyun səbəbi ilə yerdən sizin üçün növbə-növ bitkilər çıxardır. Dəyərli qonaqlar, bizim qarşımızda olan neymətlərin hər birisi Allahın göydən indirdiyi suyun səbəbi ilə bizim qarşımızdadır. Allah bizə göydən su indirməsə, qarşımızda olan neymətlər olmayacaq. Və Allahın bizə göydən su indirməsinin əsas səbəblərindən birini Allah Teala bir ayədə qeyd edir. Allah Teala buyurur ki, وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ. Əgər ölkələrin əhli Allaha inansalar, Allaha iman gətirsələr və Allahdan qorxsalar, yerin və göyün bərəkət qapılarını onlara açarıq. Allah bizə deyir ki, siz mənə inansaz və məndən çəkinsəz, yerin və göyün bərəkət qapılarını açarıq. Allah Teala o bərəkət qapılarından birini yağışla açır. Allah Teala yağış yağdırmasa bu neymətlər olmayacaq. Sonra Allah Teala deyir ki, o yağışın səbəbi ilə sizə növbə-növ neymətlər verirəm. Sonra görün nə deyir? Deyir ki, bunları bildiyiniz halda, bilirsiniz ki, bunları verən Allah'dır. Bunlarla sizi qidalandıran Allah'dır. Yedizdirən, içizdirən, işlərinizi səhmana salan, sizi qadınlarla evləndirən, sizi evladlarla ruzulandıran,
bütün neymətləri ilə sizi təmin edən Allahdır. فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ. Bunları bildiyiniz halda Allah'tan qeyrilərinə ibadət eləməyin. Allah bizə özünə ibadət eləməyi və özündən sonra nə qədər ibadət olunanlar var, onları tərk eləməyi əmr edir. Bu Allah'ın bizim üzerimizdə olan haqqıdır, dəyərli müsəlmanlar, dəyərli qonaqlar. Bəlkə ola bilsin, bu misildə ayələr az eşitmişsiniz, lakin fayda var, elhamdülillah. Allah o ayələri dilimizə gətirib nitq eləməyi bizim üçün asanlaşdırıb. Gərək biz Allah'ın kitablarına, bizə göndərdiyi Qurana, bizə göndərdiyi o müraciətə nəzər salaq. Oxuyan Allah Taala'nın kitabını, Quran-ı Kərim tərcümə olunub, mənaca tərcümələri var. Hər birimizin evində var, mobil telefonunda var. Hara baxsan Allah'ın kəlamını tapa bilərsən. Hətta alimlər deyirlər ki, İslam alimləri وَفِي كُلِّ شَيْءٍ آيَةٌ تَدُلُّ عَلَى أَنَّهُ وَاحِدٌ. Sənin gördüyün hər bir şey sənə Allah'ın tək olmağını xatırladır. Sən baxırsan göylərə, baxırsan yerlərə, baxırsan insanlara, baxırsan yaradılmış əzəmətli məxluqlara, o səni onları yaradan əzəmətli bir kəsə yönəldir. Yəni Allah'a. Yəni Allah sənin yadına düşür. Allah'ı xatırlayırsan, bilirsən ki, sənin bir əzəmətli Rəbbin var. O Rəbbin səndən bir tələbi var. Ona ibadət eləmək. Və asan bir şey istəyib Allah Taala. Qulun Allah'a ibadət eləməsi qul üçün asan bir şeydir. Məsələn, dəyərli qonaqlar, Allah'ın yaratdığı su bizim boğazımızı tanıyır. Biz o suyu içəndə rahat içirik. Elə bir adam yoxdur ki, su içəndə onun boğazı ağrısın. Çünki Allah Taala elə eləyir ki, o su bizi tanıyır. Bizim boğazımız, orqanlarımız onu tanıyır və rahat qəbul edir. Lakin elə içki var ki, sən o içəndə o tanımır boğazını. Sən o içəndə gözündən bəzən yaş gəlir, üz-gözlü turşudursan və nəsə axtarırsan ki, o acılığı sənin boğazından aparsın. Yaxşı, suyu içən insan rahat içir, yoxsa o haramı içən insan rahat içir? Əlbəttə suyu içən rahat içir. Allah'ın bizə elədiyi əmirlər ki var, ibadət əmri, ona heç bir şey şərik qoşmamaq əmri asandır. Məsələn, bir insan bir sigaret çəksə, bir insan da namaz qılsa 2 rükət. O 2 rükət namaz qılan insan, o sigaret çəkən insandan tez bitəcək. Tez bitirəcək namazı. Həmçinin savab qazanacaq. Lakin məsələn, sigaret, misal üçün bunu deyirik, sən içalatlı zəhərləyəcək, malından gedəcək israfa, ailənin ehtiyacını verəcəksən, məsələn, yararsız şeyə. Ağılla biz buna baxsaq, ağıl da onu göstərir ki, halallar xeyirli, haramlar isə zərərlidir. Ona görə Allah Taala bizə Quran-ı Kərimdə buyurur ki, dəyərli qonaqlar, İnna Allaha yuridu bikumul yusur və la yuridu bikumul usur. Allah sizə asanlıq istəyir, çətinlik istəmir. İbadət asandır. Allah üçün namaz qılmaq, Allah üçün oruç tutmaq, Allah'ı zikr etmək, o şərəfli başı, Allah'ın sənin əzalarında ən hörmətli yer elədiyi alnımı, başımı Allah'tan qeyri kimin qarşısında əysən, onda alçalırsan. Lakin Allah'ın qabağında nə qədər əysən, o qədər ucalırsan. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəbər verib ki, Aqrabu mə yəkunul abdu min rabbihi və huvə səcid. Qulun Allah'a ən yaxın olan vaxtı, onun səcdədə olduğu vaxtı. Səcdə halına baxanda görürsən ki, insan başı ilə ayağını eyni anda yerə qoyur. Ən təvazükar vaxtı, ən təvazükar görkəmdir, ən təvazükar haldır Allah üçün. Allah Taala bunu istəyir və bu da asandır. Asandır. Lakin Allah'ın asanlaşdırdıqları kəslər üçün. Allah'tan istəmək lazımdır ki, Allah Taala sənə özünə ibadət eləməyi nəsib eləsin.
Allah üçün Ramazan gələndə bir ay gözümü, qulağımı, bətnimi, əllərimi, ayaqlarımı, dilimi, dodaqlarımı haramdan qorumağı sənə nəsib eləsin. Elə bilmək lazım deyil ki, ibadət də elə-belə bir əməldir. Elə-belə bir əməl deyil, dəyərli qonaqlar. Əzəmətli bir əməldir, vallahi. Sən bir dənə La ilahə illallah kəlməsinin fəzilətinə baxsan, onda bilərsən ki, bu din nə qədər dəyərli, bu din nə qədər əzəmətli, bu din nə qədər xeyirli bir dindir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəbər verir ki, Ləv ənə səməvati səb'inə vəl-əradinə səb'in, əgər 7 qat göylər və 7 qat yerlər tərəzinin bir gözünə qoyulsa, La ilahə illallah kəlməsi tərəzinin bir gözünə qoyulsa, La ilahə illallah kəlməsi onlardan ağır gələr. Niyə görə? Çünki La ilahə illallah o 7 qat səmanı, o 7 qat torpağı, yeri yaradan Allahın təkliyini özündə əhatə edir. Nə deməkdir La ilahə illallah? Allahdan başqa ibadətə layiq olan heç bir haqq məbudun olmadığını özündə əhatə edən əzəmətli bir kəlmədir. Bu kəlməyə görə müsəlman olmusan və müsəlman olduğuna görə digərlərinin yanında fəxr edirsən, ona görə Allaha ibadət eləmək əzəmətlidir. Sən məsələn Allah'a zikr eləyəndə, deyəndə ki, Subhanallah, Elhamdülillah, Allahu Ekber, bu kəlmələrin mənasına baxsan, dəyərli qardaşım və bacım, görərsən ki, nə qədər əzəmətli bir ibadət edirsən. Məsələn, Subhanallah o deməkdir ki, Allah paç və müqəddəsdir, bütün nöqsanlardan uzaqdır, ona qoşulan şirklərdən, ona atılan böhtanlardan, ona olan asiliklərdən uca, qüsursuz, səmanın üzərinə istiva eləyəndir Allah Teala. Sən baxsan, Elhamdülillah nə deməkdir? Elhamdülillah o deməkdir ki, Allah etdiyi bütün əməllərə görə, danışdığı sözlərə görə, öz kainatında olan idarəsinə görə daim tərifə layiq olandır. Necə Allah Teala tərifə layiq deyil ki, səni ən gözəl şəkildə yaradır. Baxdığın gözləri Allah sənə verir. Danışdığın dilin, dodağın, hansı ki bir dil və 2 dodaqla fikirlərini ifadə edirsən, lal insanları düşünün, dəyərli qonaqlar. Lal insanlar sənin kimi, mənim kimi fikrini ifadə eləyə bilmir və tez qəzəblənir. Niyə görə? Çünki ifadə eləyə bilmir fikrini. Lakin sən və mən ifadə eləyirik. Bunlar bizə Allah'a xatırladır. Sən deyəndə ki, Allahu Ekber, Allah ən böyüdür. Mənası odur ki, bütün hər bir şeyin böyülüyü, hər bir şeyin ucalığı, aləmlərin Rəbbi olan Allahın böyüklüyünün qarşısında kiçikdir. Sən deyəndə bu zikri Allah'a itiraf edirsən ki, Ya Rab, mən səni ən uca, ən böyük, ən əzəmətli sayıram. Bu da sənin qəlbində olan Allahın qorxusundan irəli gəlir. Əgər sən beləsənsə, Allaha hörmətin varsa, Allaha qəlbində sevgin varsa, Allah səndən Quran-ı Kərimdə danışır. Onu da sənə xəbər verək. Allah Teala buyurur ki, وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ Kim Allahın şüarlarına hörmət edərsə, bu onun qəlbindəki Allahın qorxusundan irəli gəlir. Əgər sən namazı qılana, oruca, orucu tutana, zikri edənə, Qurana, Quranın içində olanlara hörmət edirsənsə, Allah səndən qəlbindən xəbər verir ki, sən məndən qorxan qulsan. Bax, budur bizim Rəbbimiz. Budur bizim Rəbbimiz, ona görə o ibadətə layiqdir. Ondan qeyriləri ibadətə layiq deyil. Hətta onun Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm Peyğəmbərdir. Allahın risalətini gətirib bizə çatdırıb, vəhyi bizə çatdırıb. Lakin ibadətdə onun adını çəkə bilməzsən, deyə bilməzsən ki, Ya Rabbim, Ya Rasulallah. Sən deyə bilərsən, Ya Rab, ey Rəbbim, mən dara düşmüşəm, sıxıntıya düşmüşəm, çətinliyə düşmüşəm, evladım yoxdur, ruzum azalıb, bütün bunları mənə verən sənsən, səndən başqa mənim sıxıntımı aradan qaldıran ola bilməz.
Çünki sən Quran-ı Kərimdə xəbər vermirsən ki, əmmən yucibul muttarra idə dəə və yəkşifus-su, sıxıntıda olan, çarəsizlikdə olan, insanın çarəsizliyini aradan qaldıran və onun sıxıntısını ondan sovuşduran kimdir? Allahdır subhanahu wa ta'ala. Ona görə Allahdan istəsən, Allah sənə bəs eləyər. Hətta Allah da sənə suallar verir. Quranda deyir ki, Əleyhissallahu bikafin abdəhu, məgər Allah öz quluna kifayət deyilmi? Məgər Allah mənə kifayət deyilmi ki, mən əllərimi qaldırım, Rəbbimə bir kəlmə deyim, o mənim dərdimə dərman olmasın, kifayətdir. Çünki özü deyir ki, mən onlara yaxınam, çağırdığı anda cavab verərəm. Dəyərli qonaqlarımız, Allahdan istəyirəm ki, Allah da bizi də, sizi də yalnız Allaha ibadət eləyən, onun Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin, onun gözəl əhl-i beytinin, sahabələrinin yolunu layiqincə gelməyi bizim üçün asanlaşdırsın. Allah Teala bütün müsəlmanlara daim xeyirlər nəsib eləsin. Allah Teala bizim ölkəmizi əmin-amanlıqda etsin. Allah Teala bizim ölkəmizin rəhbərini qorusun. Allah Teala ona ölkəmizin xeyri üçün, rifahı üçün, əmin-amanlığı üçün doğru, düzgün qərarlar verməkdə yardım etsin. Allah Teala bizim ölkəmizin rəhbərini qorusun. Düşmənlərin şərindən, hiləsindən, məkrindən qorusun Allah Teala. Eyni zamanda Allah Teala ölkəmizin əmin-amanlığını daimi etsin. Allah Teala bizi daim qələbə çalan, qalib ölkə etsin. Ölkəmizin başçısını Allah Teala daim qalib başçı etsin. Allah Teala bizim ordumuza güc versin, qüvvət versin. Allah Teala onları düşmənlərin qarşısında gücləndirsin. Allah Teala onların qəlbinə güc versin, əzimlərini artırsın. Allah Teala onlarla üzbəüz olan düşmənimizin qəlbinə qorxu salsın. Allah Teala bizim ölkəmizin gücünü, qüvvətini onların qəlbinə salsın qorxu olaraq. Allah Teala bizim ölkəmizə bir də qəm, qüssə, kədər verməsin Allah Teala. Allah Teala ölkəmizdə olan təhlükələri, sıxıntıları, ölkəmizin üzərində məkir niyyətli insanların o məkirlərini Allah Teala uzaq eləsin. Allah Teala bizim bu əmin-amanlığımızı davamlı, daimi etsin. Bizdən sonraki nəsillərə də Allah Teala ötürsün. Və dəyərli müsəlmanlar, yenə də Allahdan istəyirəm ki, Allah Teala bizim qardaşlarımızın evladlarını xoşbəxt eləsin. Bu cütlükdən Allah Teala vətənə, millətə, ümmətə, dinimiz İslam'a xeyirli olan, faydalı olan evladlar nəsib eləsin. Öz vətənini sevən, öz rəhbərini sevən, öz bayrağına hörmət eləyən, gizlində, aşkarda, vətəninin keşiyində duran qullarından etsin. Həmçinin Allahdan istəyir ki, Allah Teala bizim şəhidlərimizə rəhmət eləsin. Onların valideynlərinə Allah Teala səbir versin. Allah Teala bizim ölkəmizdən bir də şəhid etdirməsin Allah Teala. Allah Teala bizim ölkəmizin üzərində qara bulutları Allah Teala ağ eləsin Allah Teala. Bütün xeyirlər Allahdandır. Xeyirlər, faydalar, nemətlər hamısı Allahdandır. Gözəlliklər, saadət hamısı Allahdandır. Allah Teala sevir, xoşlayır ki, biz o nemətlərindən danışaq. Allah Teala buyurur ki, وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ Rəbbimin nemətlərinə gəldikdə onlardan danış. Allah Teala xoşlayır ki, danışasan neməti deyəsən ki, Allah verir. Vay o gündən ki, insana Allah nemət versin, o da desin ki, nemət mənim özümdəndir. Allah bunu da qeyd edib Quran-ı Kərimdə. Allah Teala buyurur ki, يَعْرِفُونَ نِعْمَةَ اللّٰهِ ثُمَّ يُنْكِرُونَهَا وَأَكْسَرُهُمُ الْكَافِرُونَ Onlar Allahın nemətlərini biləndən sonra ki, Allah verib, çoxsu nankorluq elədi. Alimlər deyirlər ki, nankorluq o mənadadır ki, bəziləri dedilər ki, mal, mülk, atamdan, babamdan qalıb, öz zəkamla əldə eləmişəm, öz gücümlə əldə eləmişəm. Heç biri demədi ki, Allah mənə verir. Əksinə deməlisən ki, Allahdandır, Allah nəsib eləyib, buna görə Allaha şükr eləməlisən. Son olaraq yenə təbrik edirəm. Allah Teala bu evlilikdən peşmansızlıq verməsin, xeyir versin. Eşidən qulaqlara təşəkkür edirəm ki, dinlədilər gözəl şəkildə. Allah Teala hər birimizə eşitməyi və faydalanmağı nəsib eləsin. Vəlhamdülillahi Rabbil ələmin.